hissəsi kimi xəbərdir. Demək, mübtədaya heç vaxt təsir eləyə bilməz. Mübtəda daima adlı halda olur. Demək, feil ismə təsir edir burada. Əl-misələ burada vasitəsiz tamamlıq rolunda olacaqdır. Sonra keçirik növbəti misallara. Baxırıq. Bəzi vaxtlarda vasitəsiz tamamlıq mübtədadan əvvəl gəlir. İndi baxaq. Demək, yəcinə bil qutnə əl-fəlləhu. Bax, burada nə baş verdi? Fermer pambıq toplayır misalında. Yəcinibul qutnə, burada əl-qutnə vasitəsiz tamamlıqdır. Çünki yəcini demək feili təsir elədi. Təsirli feil təsir edir tamamlığa, saldım onu təsirsiz halına, təsirli halına və əl-fəlləhu isə cümlənin mübtədasıdır. Demək, cümlədə mübtəda ilə vasitəsiz tamamlığın yeri dəyişdi və bununla da cümləyə xəbər gəlmədi. Bax, burada baxırıq. Əl-fəlləhu gördüyünüz kimi adlı halındadır. Demək, bu xəbərdir. Yəcni əl-fəlləhu mübtədadır. Əl-qutnə isə görürsünüzmü? Demək, təsirli halındadır. Ona görə də bu burada əl-qutnə olacaq vasitəsiz tamamlıq. Burada təkrar edirəm. Yəcni xəbər